Salam dəyərli izləyicilər, əgər övladınızın rəqs və musiqi sahəsində xüsusi bacarıqları, istedadı varsa, bu video ilə sizə görədir. Axıra qədər baxın, WhatsApp nömrə çatdıracağım. Elm və Təhsil Nazirliyinin açıqlamasıdır dəyərli izləyicilər. Nazirliyin həyata keçirdiyi elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi qrant müsabiqəsi çərçivəsində Azərbaycan Uşaq Fondu tərəfindən yallı rəqsi üzrə birlik layihəsinə başlanılır. Layihənin məqsədi Bakı şəhəri və regionlar üzrə ümumi təhsil müəssisələrində musiqi və rəqs sahəsində istedadlı şagirdlərin üzə çıxarılması, onların bu istiqamətdə bacarıqlarının inkişafı və milli mənəvi dəyərlərin təbliğidir dəyərli izləyicilər və nömrəni öncə diqqətə çatdırın və seçim mərhələsi martın 10-da başlayır. 055 428 0885. Elə indi WhatsApp-a bax bu dəqiqədə yaza bilərsiniz. Dəyərli izləyicilər və həmçinin xəbərdə qeyd olunur ki, 10-18 mart aralığında, yəni martın 10-dan 18-nə qədər seçim mərhələsində aprel ayından etibarən yallı rəqsi üzrə hazırlıq məşqləri olacaq və final mərhələsi may ayının sonu, iyun ayının əvvəlində baş tutacaq. Nəzərə çatdıraq ki, Bakı şəhərində hər bir rayon üzrə mərkəz kimi təyin edilmiş məktəblərdə yuxarıda qeyd edilmiş tarixlərdə saat 15:00-da seçim turları olacaq və Bakı şəhərində seçim turu bu məktəblərdə keçiriləcək. Nəsimi rayonu 9 nömrəli tam orta məktəbi deməli 10 mart tarixində, Xəzər rayonu 149 nömrəli məktəb 11 martda, Suraxanıda 318 nömrəli məktəb 12 mart tarixində olacaq. Nərmanovda 202 nömrəli məktəb 13 mart tarixində, Xətayidə 56 nömrəli məktəb 16 mart, Qaradağ rayonu 228 nömrəli məktəb 16 mart, Pirallahıda 168 nömrəli məktəb 17 mart, Sabunçu 252 nömrəli məktəb 17 martda, Binəqədidə 83 nömrəli məktəb lisey 18 mart. Bu festival sadəcə bir layihə deyil, dəyərli izləyicilər, bir dairə, bir ritm və bir gələcəkdir. Övladlarınızı bu gələcəkdən kənar qoymayın və səsləndirdiyim WhatsApp nömrəsi ilə əlaqə saxlayın.